Buradan cənab prezidentimiz Ali Başkomandanımıza üst tutaraq bildirirəm. Bildiyiniz kimi 28 mayda bugünkü tarixdə müstəqilliyimiz günündə məni Türkiyənin Antalya şəhərində vurdular. İlk olaraq bildirmək istəyirəm ki, niyə müstəqillik günümüzdə məni vurdular və göstəriş verən bunu hər kəs bilir və bilməyindədir. Göstəriş verən kimdir və vurduran kimdir? Bunu hər kəs olaraq bilir. Cənab Prezident, 28 mayda Maytay İdman Yığma Komandanın üzvləri ilə bərabər dünya çempionatına yola düşmüşdüm. Bu dünya çempionatına yola düşərkən bildiyiniz kimi dövlət qurumlarından hər birindən müraciət etmişdim. Baş prokurorluğa, digər hüquqi qurumlara müraciət etmişdim ki, həyatım haqqında təhlükə var və məni bu dünya çempionatında vuracaqlar. Və bununla bağlı bütün müraciətlərimə baxmayaraq, dünya çempionatında mənə qarşı törədilən sui-qəsd və tapşırıqla olan bir sui-qəsdi professionallar tərəfindən vurulduğum və kiralıq qatillər tərəfindən həyata keçirilmiş bu sui-qəsd bildiyiniz kimi Azərbaycanda da, Türkiyədə də böyük səs-küyə malik oldu. Bu səs-küylərin malik olmasının səbəbi bu günləri bildiyiniz kimi 3 nəfərə hər birinə 17-8 ay iş veriblər. Ancaq buna baxmayaraq bildiyiniz kimi sifarişçisi hələ də həbs olunmur və cinayət işinin açıq olması da Türkiyə Respublikasında qalıb. Bununla bağlı Türkiyə prokurorluğu bildiyiniz kimi apellyasiya məhkəməsinə müraciət edərək Azər Həsənsoyun Uşsanda Federasiyasının prezidenti Azər Həsənsoyun, Kickboks Federasiyasının vitse-prezidenti Elşən Əbdürrəhmanovun və Vüqar Kickboksun məşqçisi Vüqar adlı şəxsin bununla bağlı həbsləri ilə bağlı yenidən apellyasiya məhkəməsi davam edir. Buna baxmayaraq mənim vurulmağım üçün göstəriş verən şəxs bu gün də hələ də söyləyir ki, mən işimdə oturmuşam, işimi idarə edirəm və Azərbaycan bir idmançısını və siz tərəfindən cənab prezident evlə, fəxri fərmanla və digər adamlarla, digər titullarına qiymətləndirilmiş bir şəxsi bütün Dünya Federasiyasının önündə kiralıq qatillər tərəfindən vurdurulmaq əlbəttə bu bizim üçün, hər birimiz üçün ağır bir faciədir. Ancaq buna baxmayaraq, bu gün də yenə Maytay Federasiyasını ələ keçirmək üçün həmin proses yenə davam edir. Məhkəmələrdə, ədliyyə orqanlarında və digər qurumlarda, İdman Nazirliyində və digər qurumlarda bu prosesin həyata keçirmək üçün bu gün də hərəkətdədirlər. Ancaq ona baxmayaraq, vurulandan sonra bildiyiniz kimi səhhətimdə böyük problemlər var və bu problemlərin də mən açıq söyləmək istəmirəm. Bəlkə danışığımdan ya hardansa, nədənsə hiss etməsi də mümkündür. Ancaq buna baxmayaraq, bu gün də həmin qatillərin, tapşırıq verən şəxslərin bayırda olmaqları və mətbuatda və ictimaiyyətdə yaradılmış bir qrup idmançılar tərəfindən yox, cinayətkar bandit tərəfindən bunların yayılması, media çıxartması və hərəsi bir telefon tutub əlində bunların paylaşılması əlbəttə bu gün də həyatımda təhlükədir. Baxmayaraq artıq Türkiyədə apellyasiya məhkəməsi başlayıb və dediyim şəxslər məhkəməyə dəvət olunub və dediyim işdə olan adam araşdırılması onun haqqında yenə də başlayıb. Mən inanıram ki, bu məsələdə cənab prezident bir ölkənin idmançısı kimi, bir Azərbaycan vətəndaşı kimi, bir sizə xidmət göstərən, gənc yaşlarımızdan xidmət göstərən bir idmançı kimi, ölkəmizin bayrağını qaldıran, ümidsizini səsləndirən bir Azərbaycan evladı kimi sizə müraciət edirəm. Cənab prezident, sizdən xahiş edirəm, mənim cinayətimin açıq qalması və 3 nəfərin 17 il 8 ay iş almaqları və zakas verən, təşkil edənlər
bayırda olmaqları bu gün də cinayətin tamamlanması deməkdir və həyatım haqqında təhlükə deməkdir.